Выделенное в тексте слово «организация» означает mətnimizdə dünyanın, ümumiyyətlə planetin, yer kürəsinin ən soyuq yeri olan Oymyakon qəsəbəsi haqqında danışılır. Oymyakon qəsəbəsi Rusiyanın şimal-şərqində, Sibirdə, Yakutiyada yerləşir. Rəsmi olaraq burada 1933-cü ildə 67 dərəcədən yüksək, mənfi 67 dərəcədən yüksək soyuq qeydə alınmışdır. Qeyri-rəsmi olaraq isə bəzən yəni hava göstəriciləri mənfi 71 dərəcəni də göstərə bilir və bu qəsəbədə 500-dən 800-ə qədər insan yaşayır. Bütün evlər qış rejiminə uyğun olaraq tikilmişdir və 9-10 ay burada soyuq olduğu üçün bütün evlərdə qızdırıcı istilik sistemləri işləyir. Məktəblərdə isə bəzən mənfi 52 dərəcəni keçdikdə dərslər ləğv oluna bilir. Mətndə işarə olunan sözümüz organizasiya, təşkilat sözümüzün anlamı государственное учреждение, общественное объединение variantı olaraq seçirik.